Sabah qar yağacaq, yollar isə buz bağlayacaq. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatın diqqətinizə çatdırırıq. Belə ki, bugün fevralın 11-idir və fevralın 12-sinə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, bu jurnalistlərin deyil, birbaşa aidiyyatı qurumların verdiyi məlumatdır. Keçid alırıq xəbərə. Belə ki, Bakıda və Abşeron yarımadasında fevralın 12-sində hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilir ki, gecə bəzi şəhər ətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz isə 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısa müddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə isti, gündüz isə 7-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 10-15 dərəcə şaxta olacaq. Gecə, gündüz isə 0-5 dərəcə şaxta olacaq. Gecə səhər bəzi dağlıq və dağ ətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.